Vətən sevgisi nədir? İnsanın bu təbii hissi hardan gəlir? Mənəviyyatımızda bunun kodları nələrdən ibarətdir? Buna aydınlıq gətirəsiniz. Çox sağ olun Kövsər müəllim. Öncə şəxsinizdə bütün dəyərli izləyicilərimizi Allahın gözəl salamı ilə mən də salamlamaq istərdim. Verişiniz də mübarək olsun, xeyirli olsun. Təşəkkür edirəm. Bəli, ifadə elədiyiniz kimi bu 3 ay əslində ayların içərisində bizim millətin xatirəsində başqa cür formalaşdı, şəkilləndi. Çünki hər günündə onlarla şəhid var. Bu aylar əslində şəhadət ayı baxımından zənginləşdi, fərqliləşdi. Vətən sevdası, vətən sevgisi təbii ki, fitri bir sevgidir. Yaradan qulunun qəlbinə, ruhuna, onun könlünün coğrafiyasına bunu ilham edər. İnsan müəyyən bir dövrü keçdikcə o içindəki rüşeymləri aldığı tərbiyə ilə, aldığı təlimlə yönəldə bilir. Müəyyən zaman dilimin içərisində ola bilsin ki, insan Allah qorusun bu sevgidən məhrum qalsın, daxili dünyasını qıtlaşdırsın. İnsan da var onu daha fərqli bir şəkilə gətirir, böyüdür. Vətən sevgisi imandandır. Hər halda belə bir hədis söylənsə belə, qaynağı zəif olsa belə, mühəddislər, yəni hədisçilər bunun mənasına baxar. Hədis kontekstindən ki, bəli, Allahın Rəsulü aleyhissalatu vesselam da Kəbədən uzaqlaşdırıldığı, Məkkədən çıxarıldığı, hicrətə məcbur edildiyi zaman göz yaşları içərisində Kəbəni seyr etmişdi. Vallahi deyir, səni tərk etməzdim, məcbur etməsəydilər. Buradan biz məsələyə baxdığımız zaman vətənin bir millət üçün, vətən bir xalq üçün, bir dövlət üçün nə qədər strateji bir əhəmiyyət kəsb etdiyini görmək mümkündür. Hələ də bizim xalqımızın tarixi keçmişinə səyahət elədiyimiz zaman görürük ki, əcdadımız at belində, əllərində qılınc olaraq bu torpaqlara canlarını fəda eləyib, qanları ilə suvarıblar. Məlum ki, 2 əsr yarımıdır ki, bu millətin ağacına böyük baltalar vuruldu, kəsildi, doğrandı və nəhayət Qarabağ kimi, Dağlıq Qarabağ kimi böyük bir ərazimizin 30 il istilada qalması, işğal edilməsi, əlinə qoluna qandal vurulması, 1 milyon insanımızın oradan çıxarılması, Xocalı kimi bir fəlakəti yaşamamız və bütün bunları birər-birər seyr etdiyimiz zaman nəhayət ki, payız fəslində ağacların yarpağı belə tökülmə anında ordumuz Qarabağa girmə məcburiyyətində qaldı, dəmir yumruq işə başladı. Və təbii ki, 8 noyabr tarixini bəyək üzərində durduz, Şuşa qalasına sancılan bayraq, o torpaqlar üzərindəki o böyük mücadilə, o mücadilənin arxasında duran təbii ki, o sevgi idi, bağlılıqdır. Bilirsiniz ki, əslində məhəbbətin təməlində mərifət dayanır. İnsan nə qədər çox dərk edirsə, idrak edirsə, o qədər də çox sevə bilir. Bu baxımdan düşünün ki, insanın irfanı, imanı, o təsdiq şuuru, zehniyyəti böyüdükcə dünya gözünün qabağında kiçilər. Əslində Azərbaycan ordusu 30 min şəhidimiz, 2-ci Qarabağ Savaşında isə 3 min civarındakı idimiz, bax bu dünya gözündə kiçildiyi üçün Allahı böyük gördü və meydana indi. Çünki Qarabağda bir fitnə ateşi vardı, söndürmək ehtiyacında, onun təmiz qana, pak qana ehtiyacı vardı. Əsirgəmədi oğullarımız. Üzünü tutdu haqqa doğru və inanırıq ki, çox qüvvətli oğullarımız vardı. Bəlkə də daşı sıxsa suyunu çıxarardı. Onların qorxusu, ürküsü yox idi. Çünki insan imanlı olduğu zaman heç bir fəlakət onu qorxuza bilmədiyi üçün heç bir fədakarlıqdan da vaz keçə bilmir. İnsan canını can bazarına götürür və beləcə bu vətənin qoynunda gerçək səcdə edən insanlarımızın halı oldu. Şəhadət şərbətini içəndən sonra qanatlandılar ərşə, qanad açıb uçdular. Onlar şahid oldular. Çünki Rəbbimizin Əş-Şəhid isminin əxlaqı ilə əxlaqlandılar. Və sevgili Peyğəmbərimiz Əleyhissalatu vesselamın huzuruna tək özləri deyil, əslində millətimizin adını, namını ucaldaraq getdilər. Çünki onlar Bədirin, Uhudun, eyni zamanda Xəndəyin, Kərbəlanın şəhidləri ilə çiyin-çiyinə dayanmağı bacardılar. Bax, biz vətən sevgisi dediyimiz zaman bu din insana bu qədər dərin bir kültürü, bir mənəviyyatı aşılayır. İnsana əslində əbədi həyatın açarını təqdim edir. Və bizim qazilərimiz, şəhidlərimiz bu məqamı əldə etdilər. Və bir cümlədə söyləyeyim burada ki, əslində
Bilirsiniz, bizim analarımız da şəhidin anası oldu. O da bir rütbə qazandı. Atalar şəhid atası oldu. Bir məqam qazandı. Bugün şəhid atasının bir cümləsinə baxırsan, şəhid anasının bir duasına, bir sözünə qulaq asırsan, insanın gerçəkdən 7 qatından keçir. Çox təsirlidir. Çünki səmimiyyətindən doğub gəlir. Və onlara Allahın verdiyi o kitabdakı təsəlli onlara böyük bir səbir, mətanət qazandırdı. Bu baxımdan bəli, vətən sevgisi insanda elə böyük bir ümid işığını yandırır ki, həyatın bütün qaranlıq dəhlizlərini ondan keçib getmək olur. Vətən sevdası insana elə bir dəyəri qazandırır ki, insan onunla Fatihlər cərgəsinə qədər gedib çıxır.